Beste bağırılmaya başlandı. Olmasın cüzdanımda milyon dolarım. Hadi lan, böyle hayal mi olur ya? Böyle bir manifesto olur mu ya? İnsanlar çox vaxt ağızlarına nə gəldi danışanda zarafat etdiyini düşünür. Amma şuuraltı və kainat zarafatı anlamır. Şuuraltı sənin nə demək istədiyini yox, nəyi necə dediyini son qərar kimi qəbul edir. Dediyiniz hər bir söz manifestə dönür. Kainat uşaq kimidir. Sən nə deyirsənsə onu ciddi qəbul edir. Sən zarafat etdim deyə bilərsən, amma kainat deyir ki, sən bunu neçə dəfə təkrarladın. Deməli bu sənin həqiqətindir. Elə buna görə də insanlar çox vaxt şikayət edir ki, mən filan şeyi istəyirəm, amma alınmır. Çünki istədiklərini deyərkən belə içlərində və ya dillərində bunun əksini proqramlaşdırırlar. Əgər sən bu sistemi düzgün qurmağı, şuuraltını doğru şəkildə proqramlaşdırmağı və arzularını gerçəyə çevirməyə öyrənmək istəyirsənsə, mən sənə bunun yolunu artıq hazırlamışam. Mənim arzularını gerçəkləşdir kursumda sən düşüncə sisteminin necə dəyişəcəyini, şuuraltını necə yönləndirəcəyini və istədiyini reallığa necə çevirəcəyini addım-addım öyrənəcəksən. Bu kursun qiyməti isə 89 manatdır. Əgər daha çox məlumat almaq istəyirsənsə, profilimdə pin etdiyim 2 videoya bax və mənə Instagramda yaz. İndi özündən soruş. Sən fərqində olmadan özünə hər gün hansı cümlələri təkrar edirsən? Çünki həyatın sənin ən çox təkrarladığın cümlələrin nəticəsidir.